Siz də mənzilinizi təmir etdirmək istəyirsinizsə, usta xidmətləri bizdə fəaliyyət göstərilir. Həm materialla, həm də usta xidmətləri. Qiymətini də sonunda deyəcəm sizə. Gəlin bu mənzili izləyin. Sizin də təmirə ehtiyacınız vardısa, telefon nömrəmiz profildə qeyd olunub. Əlaqə saxlaya bilərsiniz. Buyurun izləyin. Biz nə işlər görürük, ətraflı siz üçün çəkiliş edək. Bu mənzildə usta xidmətləri necə gedir? Yəni 1 kvadrat metrəsi 200 manata görürük usta xidmətlərimizi. Kerama granit, stiyaka və paduqa işləri, malyarka işləri, alçıban, pol, bütün bu işlər hamısı daxildir. Daxil olmayan otağın qapıları və plintuslardır. Qalan nə iş varsa hamısı bizim tərəfdən görüləcək. Yəni usta xidmətlərinin haqqında olan işlər bunlardır. Sanitar qovşağı bitib tam şəkildə 45 dərəcə vurulub. Fikir verin. Çox da səliqəli işlər gedir. Yəni bizdə olan ustalar həqiqətən də çox peşəkar ustalardılar. Burada alçıban vurulub, paduqa ilə işlənəcək. Hündürlüyü 380-dir bu mənzilin. Ətraflı sizə göstərim. Yəni usta xidmətlərində paduqa işləri də görülür və aboy vurulur, ev sahibinə tam şəkildə təhvil verilir. Və keçirik ikinci mənzilimizə. Burası dəhlizdir. 2 mənzilin giriş qapılarıdır. Bu da ikinci mənzilimizdir. Usta xidməti ilə götürmüşük. Buranın da sanitar qovşağı tam bitib. Burada da fikir verin, 45 dərəcədir. Burada 2 kafel ustası işləyir. Burada da paduqa ilə yığılacaq, alçıbandı tavanı. Yaşıl alçıbanla bu işlər görülür. İndi ev sahibi nə alırsa biz onu istifadə edirik. Yataq otağıdır bu hissəsi. Axırıncı mərtəbə olduğu üçün mansarda gedir. Hündürlüyü 380-dir. Burada dolabı olacaq, mətbəxi bu hissədə olacaq. Burada televizor, TV stenddir, divan, kreslo, yəni zal, studiya bir yerdədir. 2 otaqlıdır bu mənzil. Bu da bizim ikinci kafe ustamızdır. Usta necəsən ay usta? Oh belə. 45 dərəcəyə qədər hamısı burada görülür. Kombi sistemi burada yerləşir. Yəni usta xidmətlərində tam təhvil, elektrik təhvil, santexnik təhvil, aboyu vurub ev sahibinə təhvil veririk. Ev sahibi tərəfindən alınmış seçilmədir. Matvi və fil dişi rəngində olan kerama granitdir. İnşallah 2-3 günə kerama granit işlərimiz bitəcək. Ondan sonra paduqalar vurulub tarandan sonra aboy işlərimizə başlayacaq. Yəni emulsiya aboy quruyandan sonra. Burada da zal studiyadır. Yəni bu hissədə şüşədən də yığdıra bilərlər, mətbəxi zaldan ayırsınlar. Yəni ona görə biz buranı ayırmışıq. Və materialla birlikdə götürdüyümüz mənzili də təqdim edəcəm. Axırıncı mərtəbədə olduğu üçün burada 3 dənə mənzil təmirə götürmüşük. İkisi buradadır, biri də bu hissədədir. Buranı da siz üçün çəkiliş edim. Burada materialla birlikdə təmin etmişik və onu da sizə təqdim edim. Yəni bu mənzili 450 manata götürmüşük. Amma full təmirdir də. İndi ətraflı siz üçün çəkiliş edim. Deməli, qapılarımız zakasla yığılmadır. Bunların qiyməti 650 manatdır bu qapılar. Kerama granit Hindistandır. Ev sahibinin seçiminə görə olunub. İstipol olduğu üçün biz belə bir penoplastlardan almışıq və laminat 35 manata qədər yəni vurmaq olar. Seçim ev sahibinə görədir bu da. Çox ideal işlər görülüb. Yəni aboy emulsiya tipli olan aboydur. Çox da gözəl və səliqəli çıxır. Ramkaları da aboya oxşar vurmuşuq ki, çox da seçim olmasın. Bu şəkildə.
450 manata görülən iş həqiqətən də ideal təmir olunub. Yəni bunu ancaq belə deyək, gəlib baxmalısınız da, baxmalısınız ki, bizim əl işlərimiz necədir. Yəni mən çox tərifləmək istəmirəm. Çünki hər gün 2-3 müştəri ilə görüşürəm. Hamısı daveriyadan danışır, inamdan danışır. Yəni mən bu gün pulu verəcəm, birdən batar, birdən qaçarsınız. Bizdə belə bir şey yoxdur. Çəkiş edin, ətraflı izləyin. Mənzillərimizə baxmaq istəyirsinizsə, gəlin, baxın. Yəni bizim öz işlərimizdir. Kiminsə işi deyil. Mən yəni öz başıma kiminsə işinə girə bilmərəm, evinə girə bilmərəm. Bunlar hamısı bizim işlərdir. Sizə inandırım ki, yəni biz işlərimizdə peşəkarıyıq. Vallahi. Yəni baxın, sanitar qovşağın da belə ara doldurması birə-birdir. Yəni bildirmir. Yəni o dərəcədə biz işlər görürük. Polkasıdır, duş kabindir, burada moyka olacaq, unitaz olacaq, sim stili bu hissədə yerləşir. Yəni ideal şəkildə işlər görülüb burada. Yataq otağıdır. Yataq otağında bu hissədə daraq olacaq. Ona görə burada aboy vurulmayıb. Yəni ramka kimi. Baxın, yataq otağında gizli dolabına qədər var. Fikir verin. Aboydur. Gözəl insanlar. Baxın, diqqətlə baxın. Aboy. Amma uzaqlaşdırıcı görmək olmur onu. Belə canlı baxanda da görə bilmirsən. Çox səliqəlidir. Biz ancaq bu tipli olan aboylardan istifadə edirik. Həm silinir, həm də belə deyək, keyfiyyətlidir. Çox qəşəng aboylardır. Deməli, burada da zal studiyadır. 2 yataq otağı var və zal studiya. Burada da ev sahibi şüşə ilə bağlaya da bilər, bağlamaya da bilər. İndi öz fikirləridir. Yəni dizaynda necə istəyiblərsə birə-bir biz dizayn vermişik. Bu hissədə mətbəx olacaq. Bax belə. Pərdəli gör necə yığmışıq. Fikir verin. Bax bu hissədə pərdəli bax belədir. Yəni oval şəklində pərdə yığılacaq. Yəni bunu biz də yığdıra bilirik. Çox deyir ki, bu oval yığan varmı? Əlbəttə ki, var. Fikir verin. Oval şəkildə, baxın, pərdəli. Axırıncı mərtəbədə də mansar olduğu üçün bax bu şəkildə biz işləmişik. Çox səliqəli. Yəni ramkalarında belə stik tapa bilmərsiniz. Mən biraz videonu uzun çəkirəm. Yəni insanlar görsün də bizim əl işlərimizi görməlisiniz. Çox ideal işlərdir, çox. Burada bütöv istipoldur bu hissə. İstipol olan yer hamısı laminatdır. Yəni otaqlara keçid olacaq, o beləncə. Otaqlar isə diktləqadır. Bu ikinci yataq otağıdır. Burada dekor olacaq. Bax, aboy vurulub. Bilmirəm, görə bilirsiniz ya yox. Dolab olacaq o hissədə. Bu hissədə də dolab olacaq, ona görə yığmışıq. Burada da pəncərənin üstündə aval yığmışıq. Çox çətin işlərdir. Yəni bu hasam gəlməsin heç kimə. Yəni bu işləri bizim tərəfdən hamısı görülür. Baxın, sanitar qovşaqdır. Bunu biz yığmışıq. Həm unitazı ayırmışıq duş kabinindən, həm də baxın bu şəkildə və burada polka yaratmışıq. Fikir verirsiniz? Sim stilləri qızılıdır. Eca istifadə olunub, qrox baçonkalar, moyka orada olacaq. Yəni çox ideal. Yəni sanitar qovşaq burada 3 dənədir. Üçü də ayrı-ayrı rənglərdədir. Keyfiyyətli işlər görürük, gözəl insanlar. Baxın. Yəni bu müştəriyə də deyirik. Qapıları bax, çox ideal, xonçalıdır. 2 xon